Salam əziz müəllimlər və müəllim olmaq istəyən müdavimlər. Bugünkü dərsimiz, video izahımız hərəkət qabiliyyətlərdən sürət güc hərəkət qabiliyyətidir. Keçən video izahımızda sürət hərəkət qabiliyyətinin izahını verdim. Bugün isə sizlərə sürət güc hərəkət qabiliyyətinin izahını verəcəm. Sürət güc hərəkət qabiliyyəti nədir? Mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür etmə qabiliyyətidir. Yəni, minimum vaxtda maksimum qüvvə təzahür etmə qabiliyyətidir. Keçən səfər dedik, 6 hərəkət qabiliyyətimiz var. 5 fiziki keyfiyyətimiz var. Niyə 5 fiziki keyfiyyətimiz var? Sürət güc hərəkət qabiliyyətimiz sürətlə qüvvədən yaranır. Sürət güc hərəkət qabiliyyəti sürət və qüvvədən yaranır. Onun üçün sürət güc fiziki keyfiyyət sayılmır. 6 hərəkət qabiliyyətimiz var, 5 fiziki keyfiyyətimiz var. Və sürət güc hərəkət qabiliyyətinin komponenti. Sürətli qüvvə, sürət. 2 tərkib hissəsi, komponenti var. Sürətli qüvvə, sürət. Bir nüansı deyim sizə. 6 hərəkət qabiliyyətlərdən ikisində 3 komponent var. 2 hərəkət qabiliyyətdə 3 komponent var. Yerdə qalan 4 hərəkət qabiliyyətdə 2 komponent var. Sürətlə çeviklikdə 3 komponent var. Yerdə qalan sürət gücdür, bədən əyilmə qabiliyyətidir, qüvvədir, dözümlülükdür. Bunlarda 2 komponent var. Məsəl üçün, testdə düşə bilər, imtahanda düşə bilər ki, sürət gücün neçə komponenti var? 2 komponenti var. Yəni, belə daha asanlıqla yadda saxlamaq olar, qarışdırmaq olmaz. Digər hərəkət qabiliyyətlər kimi sürət gücün də əlverişli yaş dövrü var. Bu da oğlanlarda 10-13-dür, qızlarda 9-11. Və sürət güc digər hərəkət qabiliyyətlərlə əlaqəsi sürətlə qüvvə. Amma belə bir sual düşər ki, sürət gücün əlaqəli olduğu hərəkət qabiliyyətləri hansıdır? Bu zaman sürət, qüvvə, çeviklik, dözümlülük. Sürət güc digər hərəkət qabiliyyətlərlə əlaqəsi sürətlə qüvvə deyil. Sürət gücün əlaqəli olduğu hərəkət qabiliyyətləri isə sürət, qüvvə, çeviklik, dözümlülük. Və gələk qiymətləndirməyə. Dedik, qiymətləndirmə geniş mövzudur. Bunun da video izahını atacağım. Çəkib atacağım, kanala yerləşdirəcəm. Burada qiymətləndirmədən danışaq. Sürət gücdə diaqnostik qiymətləndirmə, yerindən uzunluğa tullanma. Baxın, yenə də deyirəm. Dözümlülük hərəkət qabiliyyətdən başqa yerdə qalan 5 hərəkət qabiliyyətimiz var. Diaqnostik qiymətləndirmə nədirsə, böyük summatik qiymətləndirmə də olur. Yəni, sürət gücdə də yerindən uzunluğa tullanma həm diaqnostik qiymətləndirməsidir, həm də böyük summatik qiymətləndirməsidir, yerindən uzunluğa tullanma. Bu, həmçinin sürət hərəkət qabiliyyətdə də dedik. 30 metrə qaçış diaqnostik qiymətləndirməsidir, həm də böyük summatik qiymətləndirməsidir. 30 metrə qaçış. Gələk kiçik summatik qiymətləndirməsidir. Qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma, 150 qram topun atılması, 700 qram, 500 qram qumbar atma, 700 qram oğlanlarda, 500 qram qızlarda. Gəlin bunları siniflər arası bölək. Baxın, 5-ci sinif 5, 6, 7, 8, 9, 10, 11. 5-dən 11-ci sinifə qədər kiçik summatik qiymətləndirmədən biri yerindən uzunluğa tullanma. Üzr istəyirəm, çox üzr istəyirəm. Yerindən uzunluğa tullanma yox. Qaçaraq uzunluğa tullanma. 5, 6, 7, 8, 9, 10, 11. Qaçaraq uzunluğa tullanma. İkisi aparat yazılıb deyək. Yerindən uzunluğa yazsın. Kiçik summatik qiymətləndirmə dedik. Qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma, 150 qram topun atılması, 700 qram, 500 qram qumbara atma. Qaçaraq hündürlüyə tullanma isə 5-ci, 6-cı sinifdə keçirilmir. 7, 8, 9, 10, 11-ci siniflərdə keçirilir. 150 qram topun atılması 5, 6,
7, 8, 9. 9-cu siniflərdə keçirilir. 700 qram oğlanlarda qumbara atma, 500 qram qızlarda qumbara atma. Bu isə 10-cu, 11-ci siniflərdə keçirilir. İndi ümumi nəzər yetirək. Qaçaraq uzunluğa tullanma, 150 qram topun atılması. Keçirilir 5-dən 9-a qədər. Qaçaraq hündürlüyə tullanma, 8-dən 11-ə qədər. Yəni 7, 8, 9, 10, 11. Bunlar 700 qram qumbara atma, 500 qumbara atma 10-cu, 11-ci siniflərdə. Tam orta təhsil səviyyələrində, tam orta məktəblərdə keçirildi. Yəni tam orta 10-cu, 11-ci siniflərdə keçirildi. Qaçaraq hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma, 700 qram, 500 qram qumbara atma. Ümumi məktəblərdə keçirilir 9-cu siniflərdə yəni. Qaçaraq uzunluğa tullanma 5-dən 9-a qədər, 150 qram topun atılması, qaçaraq hündürlüyə tullanma isə 7-ci, 8-ci, 9-cu siniflərdə keçirilir. Ümumiyyətlə, sürət güc hərəkət qabiliyyəti 2 istiqamətdə aparılır. Yuxarı ətraflarda, aşağı ətraflarda. Yuxarı ətraflarda hansılardır? Yuxarı ətraflara aiddir atmalar. Məsəl üçün, müxtəlif çəkili topların atılması, 150 qram topun atılması, qumbara atma, atletikada keçdiyimiz nizə atma, yadro itələmə, lövhə atma. Bunlar da yuxarı ətrafı inkişaf etdirir. Aşağı ətrafı hansılar inkişaf etdirir? Tullanmalar, sıraişlar. Bu atletikada keçdiyimiz qaçaraq hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma, şüvüllə tullanma, üstəkanla tullanma. Bunlar aşağı ətrafları inkişaf etdirir. Baxın, belə bir nüanslar qeyd edim sizə. Baxın, atmalarda dedik ki, atmalar sürət gücü inkişaf etdirir. Hədəfə zonaya atma desək, hədəfə zonaya, məsələn zonadır, bir hədəf yoxdur qarşımızda. Hədəfə zonaya dedikdə sürət gücdür. Amma yalnız hədəf deyillərsə, məsələn, basketbol topun hədəfə atılması, yəni səbətə atılması, futbolda qapıya vurulması topun. Bunlar artıq hədəfimiz var. Çevrişlik hərəkət qabiliyyəti inkişaf etdirəcək. Bunu da çevrişlik dərsini keçəndə, çevrişlik hərəkət qabiliyyəti keçəndə video izahında izah edəcəm. Əlavə nüans deyim. Deyim ki, çoxsaylı tullanmalar, çoxsaylı sıraişlər sürət gücdür. Amma gimnastika ipi ilə tullanmalar, bu da sürət gücdür. Amma gimnastika ipi ilə çoxsaylı tullanmalar isə dözümlülük hərəkət qabiliyyətidir. Bunu da dözümlülük hərəkət qabiliyyətinin keçiddə deyəcəm. Əlavə bir nüans deyim. 20 metr məsafəni tək ayaqla vaxt vahidində qaçış. Vaxt vahidi. Bu sürət hərəkət qabiliyyəti götürəcək. Vaxt vahidi dediyinə görə. Amma 20 metr məsafəni tək ayaqla qaçış. Burada vaxt vahidi söhbət getmir. Onun üçün burada götürəcək sürət güc. Tullana qaçır. Bir nüanslı deyim. Vaxt vahidində 20 metr addımları sayaraq qaçmaq. Artıq burada vaxt vahidi deməyinə baxmayaraq, burada addımlarını sayaraq qaçır. Dedik axı, minimum vaxtda maksimum qüvvə təsəvvür etmək. Burada elə addımları çox aralı atmaq istəyəcək. Yəni qüvvəni daha çox təsəvvür edəcək. Ona görə vaxt vahidi sizi çaşdırmasın. Burada vaxt vahidində 20 metr məsafəni tək ayaqda addımları saymaqla qaçış sürət gücdür. Və ümumi sürət gücü inkişaf etdirən hərəkətlər hansılardır dedik? Atmalar, tullanmalar, ümumi saydığım ya atmalar, tullanmalar sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Bugünkü video izahımız bu qədər. Kanalımıza abunə olaq ki, digər video izahlardan yararlanaq.